Sabah xeyir olsun değerli izleyicilerimiz. Bugün yanvarın 19'udur ve bugün səhər saatlarında biz Qızılı müşahidə etdik və dünən bazar açılmamışdan 4 saat öncə Qızılın hansı nöqtələrə qədər qalxması haqqında proqnozları biz siqnal kanalında verdik və mükəmməl bir nəticə ilə nəticələndi. Və bugün bundan sonra nələr olacaq? Yəni nəzərə çatdırım ki, bir anonsu nəzərə çatdırım. Yəni 500 dollarlıq bir qalxış, yəni qiymətin yəni daha yüksəklərə qalxması, 5193-lərə qədər qalxması haqqında məlumatı verim sizə. Bundan öncəki hədəfləri təbii ki 4813, 4929, 5062 və sonra isə 5193-lər. Korreksiyalar olacaqmı, olmayacaqmı sonra gəldikcə təbii ki o haqda söhbət açarıq. Və bugün səhər saatlarında siqnal kanalında 4670'lərdən yenidən alış əməliyyatlarını icra etmişik və 80-81'lərə qədər deployed. Hələ ki bu ilkin mərhələdə artıq gəlirdədirsə ortalanıb. Satış əməliyyatları isə 4650'lərdən gələcək satış əməliyyatları. Yəni hansı hədəflərə qədər? Təhlükəli hədəflər var aşağıda, qaçılmaz hədəfləri 4616'lar, 4582'lər, 4572'lərə kimi düşmə ehtimalı gözlənir. Amma 4616'lar biraz real olarak görsənir. Keçək biz təbii ki korreksiyalar olacaq və biz keçən həftələrdə söhbət açmışdıq qiymətin 4690'larla 4536'lar arasında 4536'lar arasında yəni hərəkət edəcək haqqında danışmışdıq. 5-ci gün həmin 4536'ya düşdü və yenidən yuxarı doğru sürətlə bugün səhər saat 4690'lara qədər qalxdı. Təbii ki biz 92-93'lər demişdik, 90'a qədər qalxdı. Bu normal bir vəziyyətdir. Keçək Bitcoin. Bitcoin səhər saatlarında 3600 dollar dəyər itirdi və dəstək xətti 91900'dur. Bundan aşağı formalaşsa vəziyyəti yaxşı olmayacaq. Alışlar 93'dən, təbii ki enişdən sonra qalxışlar mütləqdir və korreksiyalar mütləqdir. 93'dən sonra alışlar, 92'dən sonra isə satışlardır. Ethereum'a gəldidə isə 3228 alışlar, 3188'lər isə satışlardır. Təbii ki bu bizim fikrimizdir, qərar sizin özünüzdür. Neftə gəldidə isə 5-ci günə az da olsa qalxdı. Bugün alışlar 64.41'dən, satışlar isə 63.80'lərdəndir. Gümüşdə hədəf olaraq 98.106 və 117.128 yuxarıdakı hədəflər. Bugün alışlar 93 bunu yazıda saxlayın. 93.800'lərdən alışlar, 92'lərdən isə satışlardır. Funtun olaraq rəqabətinə gəldidə isə gepdən aşağıda açıldı və gepi bağladı. Yuxarı doğru istiqamətlə davam etdirir. Əsas alışlar 1.34-200'lərdəndir. Və satışlar isə 1.33-700'lərdəndir. Evronun rəqabətinə gəldidə isə alışlar 1.16-400'lər, satışlar isə 1.16'lar. Nasdaq S&P Dow Jones Taxlara gəldidə isə bunlar səhər saatlarında güclü geplə, boşluqla açıldı aşağıdan. Və bugün necə bu həftə həmin boşluğu doldura bilərmi yoxsa bilməz? Təbii ki bu həftə həmin boşluğu dolduracaq. Hətta aşağı gəlsə belə həftə ərzində həmin boşluğu dolduracaq. Belə əzizlərim, həftəniz xeyirli, ruzlu, bərəkətli olsun. Görüşmək ümidilə, sağ olun.